Salam aleyküm dostlar. Bugün sizlərə Bak Online oyunu gələcək yeni güncəlmə haqqında danışacağım. Güncəlmədə nələr olacaq, nələr gələcək və gələcəkdə inşallah ki oyunumuza nələr əlavə olacaq, bunları tək-tək sizlərə danışacağım. İlk öncə oyunun yaxşı bir vəziyyətə gətirmişəm və bunun Redmi 13C telefonda, yəni test etmişəm və onun ekran görüntüsünü, yəni çəkdiyim videonu sizlərlə paylaşıram ki, ilk öncə oyunun işləmə sürətini görün, daha sonra isə digər şeylərdən danışaq. Yəni xatırlatım yəni deyirəm ki, bu Redmi 13C telefonunda çəkilən bir görüntülərdir. Özünüz də görəcəksiniz ki, indi oyun çox bir sürətli hala gəlibdir, heç bir donması yoxdur, nə oyundan atması yoxdur və deyim ki, oyundan atma məsələsi bu Google Play ilə əlaqəli bir şeydir. Yəni belə deyim, oyunla əlaqəli bir şey deyil. Yəni kimdə bir problem varsa, gəlsin APK verim, desin ki, məsələn məndə oyun işləmir, APK formatında verim, özü test eləsin ki, hə, həqiqətən də oyunda problem var ya yoxdur. Onda özünüz görəcəksiniz ki, oyunda yəni heç bir problem yoxdur. Sadəcə o bu Play Store-ın problemidir. Yəni Play Store buna bilmirəm də niyəsə görə icazə vermir. Orada yazılır ki, əgər telefonunuzda Play Store aktiv deyilsə, Play Store-ni aktiv eləyin. Belə bir şey yazılır. İndi özünüz də videoda görürsünüz ki, artıq oyun çox bir sürətli vəziyyətə gəlibdir, çox bir sürətli halda işləyir. Yəni istər onlayn tərəfi, istər offlayn tərəfi və deyim ki, Bakı xəritəsini müəyyən səbəblərdən hələ ki oyundan qaldırmalı oldum, amma bu zaman ərzində deyim də bilmirəm daha nə qədər vaxt o əmələ gələr. Bakı xəritəsini yenidən yığıb oyuna əlavə etməyə çalışacağam. Və bu xəritələrin hər ikisi eyni xəritələrdir. Bu optimizasiya olunmuş çox super xəritələrdir. Yəni bunlarda problem olmayacaq. Doya-doya istəsəz qırda oynaya bilərsiniz, istəsəz belə oynaya bilərsiniz. Və oyuna gələcək özəlliklərdən biri də sizə deyim şey olacaq. Deməli, təkər rəngi dəyişmə və bu rəng sistemini artırmağa çalışacağam. Yəni kapot olsun, kırılı olsun, bufer olsun, sağ qapı, sol qapı mümkün qədər çalışacağam ki, məsələn, yamaqsad vurma olur da, məsələn, müəyyən yerlərinə qara atırsan, nə atırsan, ən çox da vaz modellərinə. Plus rol dəyişmə özəlliyi, nətər rol dəyişmə, yəni maşınların öz rollarını geri qaytaracağam. Yəni hansı ki, məsələn, vazlarda mümkün qədər Fiat rollar, digər maşınların öz rollarını geri qaytarmağa çalışacağam. Plus da təkər dəyişmə özəlliyini gətirmək istəyirəm. Yəni maşına ürəv istəsəniz, ürəv istədiyiniz təkəri qoya biləcəksiniz də, yəni belə bir özəllik. Və bunu da zamanla gelişdirəcəm də, çünki qarajda maşın çoxdur. Bir gündə 70 maşına, 73 maşına hamısına təkər sistem vermək mümkün deyil də. Bu zamanla 1-1, 2-2, 3-3 belə təkərləri artırıb güncəlmə verəcəm ki, maşında, yəni oyunda belə deyək şeylər, yəni özəlliklər çox olsun. Sonra polis sistemi gətirmək istəyirəm. Polisdən qaçış kimi bir özəllik istəyirəm. Sonra sonsuz yol və sonsuz yolda trafik istəyirəm. Yəni bunları hamısını sizlər üçün gətirəcəm və tamamilə hər şey pulsuz olacaq. Yəni bir oyuna girib oynamağınız yetərlidir də. Yəni digər oyunlardakı kimi məsələn rəngə 5000 ver, nə bilim digər məsələn təkər dəyişməyə 3000 ver, belə şeylər olmayacaq. Tamamilə pulsuz olacaq. İstədiyiniz maşını götürəcəksiniz prokata. Prokata götürəndən sonra da istədiyiniz özəlliyi, məsələn rəng olsun, bufer çıxartma olsun, ondan sonra məsələn təkər dəyişmə olsun, bunları əlavə eləyəcəksiniz. Və polisdən qaçış sistemi də çalışacağam ki, məsələn bir şəhərdə polisdən qaçırsınız və polis sizi tutur. Yəni tutmağa çalışır, daha doğrusu GTA kimi. Yəni tutandan sonra da sizdən cərimə kəsir, məsələn deyək ki 1000 coins və yaxud da ki day-day zəng eləyirsiniz, bir reklamla polis sizi buraxır və son olaraq da orada yazılacaqdır ki pulum yoxdur və yaxud da cərimə meydançası. Cərimə meydançasına gedəndə də maşın 1 saatlıq sizdən elə bir cərimə meydançasında qalacaqdır. Yəni 1 saatdan sonra maşını oradan götürə biləcəksiniz. Yəni belə bir ideyalarım var, amma hələ ki əldə büdcə olmadığına görə bunları tam olaraq həyata keçirə bilmirəm. Videomuz bu qədər idi dostlar. İnşallah növbəti güncəlmələrdə yeni videolarda görüşmək ümidi ilə sağ olun.